Bəzi hallarda peyvəndə müvəqqəti və ya daimi əks göstərişlər ola bilər. Əgər hazırda orta ağır dərəcədə xəstəlik varsa, məsələn, yüksək hərarət və ya kəskin respirator infeksiya müşahidə edilirsə, xəstəlik tam sağalandan sonra peyvənd vurulmalıdır. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, əvvəlki peyvəndə qarşı ciddi allergik reaksiya olmuş şəxslərə peyvənd vurulmur. Yumurta allergiyası olanlardan bəzi vaksin növlərinə xüsusi diqqət lazımdır. Amma bir çox yeni vaksinlər yumurtasız hazırlanır və bu halda həkimlə məsləhətləşmək vacibdir. 6 aydan kiçik körpələrə qrip peyvəndi vurulmur. İmmunitet sistemi zəif olan şəxslərə isə bəzi canlı vaksin növləri uyğun olmaya bilər. Qrip mövsümündən əvvəl payız aylarında peyvənd olunmaq məqsədə uyğundur. Peyvənddən sonra immunitetin yaranması təxminən 2 həftə çəkir. Buna görə də xəstəliyə yoluxmadan öncə vaxtında peyvənd olunmaq vacibdir.